Salam, hər vaxtınız xeyir olsun. Bugündən artıq sizinlə zoologiya, heyvanlar aləmi haqqında danışmağa başlayırıq. Videolarıma göstərdiyiniz diqqət üçün hər birinizə minnətdaram. Yazdığınız rəylərin hər birini oxuyuram. Videolar silindikcə də yazırsınız. Bəli, artıq silirəm videoları yavaş-yavaş. Çünki dediyim kimi onlar cəmi bir neçə ay qalırlar kanalda. Sonra artıq paket şəklində ödənişli əldə edə bilərsiniz. Kanalda olmayacaq artıq videolar. Zoologiya bitdikdən sonra da həmçinin siləcəm videoları kanaldan. Yenə yəni maksimum dərəcədə faydalanmağa çalışın. Bugün artıq danışırıq bir hüceyrələr yarım aləmi haqqında. Bir hüceyrəlilər. Bizim tanıdığımız canlıların əksəriyyəti çox hüceyrəlidir. Biz insanlar da çox hüceyrəliyik. Gəlin bu anlayışı özümüzə formalaşdıraq. Məsələn, necə bizdə əzələ hüceyrəmiz ayrıdır, qan hüceyrəmiz ayrı, sinir hüceyrəmiz ayrı. Həm ixtisaslaşıblar, hərəsinin öz funksiyası var, həm də sayıca çoxdular. Amma bir hüceyrələrdə adından göründüyü kimi bədən cəmi bir hüceyrədən təşkil olunub, bütün həyati proseslər bir hüceyrənin daxilində gedir. Və əksəriyyəti kiçik ölçülüdür. Adi gözlə bunları görmək olmur. Həm sərbəst yaşayan nümayəndələri var, həmçinin parazit yaşayan nümayəndələri var. Məsələn, amöbün adi amöb növü belə deyək, heç kəsə zərər vurmur, sərbəst həyat tərzi keçirir. Amma dizenteriya amöbü insanda xəstəlik törədir və bunlar əlverişsiz şəraiti sista halında keçirirlər. Bu da bunlar üçün ümumi bir xüsusiyyətdir. İndi danışacağıq sista mərhələsi haqqında da. Bir hüceyrəlilər yarım aləminə, yarım tipi yazmışam burada. Sarkomastiqoforlar tipi, infuzorlar tipi, sporlular tipi, mikrosporidilər və kinidosporidilər olmaqla təsnifatlaşdırırıq həmçinin. Burada biraz söz səhvliyi olub, eybi yoxdur. Biz isə bu mövzuda danışacağıq sarkomastiqoforlar tipi, infuzorlar tipi haqqında. Sarkomastiqoforlar tipinin də iki sinfi. Sarkodinlər və qamçıllar haqqında. Əvvəlcə sarkodinlər sinfinin nümayəndəsi olan adi amöb haqqında danışaq. Şəkildə amöbün mikroskopik, yəni real görüntüsünü görürsünüz. Görün, amöbün xəritəyə oxşuyur bu arada, amma konkret görünüşü bu deyil. Konkret bədən forması bu deyil. Ümumiyyətlə, bunun sabit bir bədən forması yoxdur. Amma özü də dəyişkən deməkdir. Sabit bədən forması yoxdur. Çünki qılafı nazikdir, belə deyək. Bədəni yarım şəffaf, sanki bir silik topası şəklindədir. Yalançı ayaqlar əmələ gətirir bu. Yalançı ayaq necə əmələ gəlir? Sitoplazmada hara axdısa, həmin istiqamətdə ayaq əmələ gətirir, yalançı ayaq əmələ gətirir. Bəs harda rast gələ bilərəm mən amöbə? Çirkli, durğun sularda. Məsələn, gölməçələrin dibində görə bilərəm mən bunu. Deməli, hüceyrəsində nə var? Bir nüvə var, bir ifrazat vakuolu, bir neçə həzm vakuolu mövcuddur. Hər birinin ayrı-ayrılıqda funksiyası var. Amöb necə hərəkət edir? Amöb, görün, baxın, ayaqları var da, bunun dırnaqarası yalançı ayaqları var. Nədir bu yalançı ayaq? Təkrar edirəm. Hüceyrəsində qılafı çox nazik olduğu üçün sitoplazma istənilən istiqamətdə hərəkət edib ayaqları əmələ gətirir. Yəni, ayaq sitoplazmanın çıxıntısıdır. Bu yalançı ayaqları vasitəsilə də hərəkət edə bilir. Qidalanması necədir bəs? Fagositoz yolu ilə gedir. Hər hansısa bir qidanı yalançı ayaqları vasitəsilə əhatə edir, bədən çökür və bunun nəticəsində qida bədənə daxil olur. Həzm vakuolu da həmçinin burada iştirak edir. Bəs həzm olunmayan qalıqlar necə? Görürsünüz, biz hələ ki anal dəlikdən və yaxud başqa bir tulantı dəliyindən söhbət eləmirik. Belə bir orqanı, belə bir hissəciyi yoxdur bunun. Demək ki, həzm olunmayan qalıqlar bədənin istənilən yerindən xaric olacaq. Bəs ifrazatı necə? Baxın, burada deyilim ki, ifrazat vakuolu var. İfrazat funksiyasını həmən bu vakuol yerinə yetirir. Tənəffüsü, hələ ki danışdığımız müddətdə, məsələn, bundan sonra bağırsaq boşluqlardan danışacağım, yastı qurtlar və s. danışdıqca hələ ki tənəffüs orqanından söhbət eləməyəcəm. Mən uşaqlara həmişə deyirəm ki, tənəffüs orqanı yarananda mən sizə xəbər verəcəm. Hələ ki deyəcəksiniz ki, tənəffüsü bütün bədən səthi ilə gedir. Çoxalması necədir? Mitoz yolla ikiyə bölünmək vasitəsilə. Eninənmi, uzundanmı? Yoxdur.
yəni eni uzunu olmadığına görə, sabit bir bədən forması olmadığına görə istənilən istiqamətdə ikiyə bölünməsi nəticəsində çoxalır. Bəs sistalaşması nə deməkdir? Bir hüceyrəlilər, təkrar edirəm, bu sistalaşma bütün bir hüceyrəlilərə daxildir. Mühit əlverişsiz olduqda bir hüceyrəlilərin qidalanması dayanır, bədən girdələşir və bədənin üzərində qoruyucu bir qabıq əmələ gəlir. Və bunlar bu əlverişsiz şəraiti bu sista halında keçirirlər. Sonra qıcıqlanma, qıcığa cavab vermək funksiyasından danışaq. Bir hüceyrələrdə temperatura, qidaya və yaxud başqa bir kimyəvi təsirə qarşı cavab vermək xüsusiyyəti var. Deyə bilərsiniz ki, hə, refleks, xeyr. Refleks deyil, ona görə ki, çünki bunların hələ sinir hüceyrəsi yoxdur. Sinir hüceyrəsi yaranan canlıda biz refleksdən söhbət gedə bilərik. Bir hüceyrələrdə sadəcə qıcıqlanma deyirik. Qıcıqlanma, məsələn, amöbün qidaya doğru hərəkət etməsi və yaxud suya qoyulmuş duz kristalından uzaqlaşması. Bunlar adlanır qıcıqlanma. İndi bunlara bayaqdan danışdıqlarımıza şəkil haqqında baxaq. Baxın, burada bizə amöbün qidalanması göstərilib. Görürsünüz, hər hansısa bir qida hissəciyi amöb yalançı ayaqları vasitəsilə əhatə etdi, bədən çökdü və qida bədənə daxil oldu. Aşağı şəkildə bölünməsindən söhbət gedir, ikiyə bölünür. Burada isə sista əmələ gətirir. Baxın, bədəni girdələşib bir qabıqla əhatə olunur və mühit şəraiti əlverişli olduqda artıq amöb sistadan çıxa bilər. İndi isə danışırıq qamçılılar sinfindən, yaşıl evqlena və Volvox haqqında. Adından göründüyü kimi biz burada qamçıdan söhbət edəcəyik. Yaşıl evqlenanın da, Volvox'un da demək ki, qamçıları var. Şəkildəki quruluşuna baxın. Gəlin əvvəlcə yaşıl evqlenanın quruluşundan danışaq. Amöbdən yaşıl evqlenanın əsas fərqi odur ki, uşaqlar, yaşıl evqlenanın artıq sabit bir bədən forması var. Niyə? Çünki bunun qılafı nisbətən daha bərkdir. Artıq quruluşu, yəni yaşıl evqlenanın quruluşu budur. Testdə də bunu belə görəcəksiniz. Amöbün forması dəyişir, amma yaşıl evqlena sabitdir. Bədəni nədən təşkil olunub? Əvvəla ön hissədə, baxın, bu qamçıya diqqət eləyin. Bədənin ön hissəsində bir qamçısı var, hansı ki, bu qamçı hərəkətə xidmət edir. Qırmızı gözlük, baxın, yaşıl evqlenanı fərqləndirəcək bu. Sonra bir ədəd yığılıb açılan vakuolu var, ifrazat vakuolu var. Bir ədəd nüvəsi, baxın, burada görürsünüz, bədəni dediyim kimi qılafla əhatə olunub və gördüyünüz, bax, bu yaşıllar 20-25 ədəd xromatoforu var. Demək, 20-25 dənə xromatoforu varsa, burada fotosintezdən söhbət eləyəcəyik. Bəs harada yaşayır bu? Bu da durğun sularda yaşayır və nisbətən bərk qılaf olduğu kimi üçün, təkrar eləyirəm, sabit bədən forması var. Hərəkəti necədir? Qamçısı vasitəsilə, qamçısı spiralvari burulur və bunun nəticəsində hərəkət edir. Qidalanmasına görə dedim ki, fotosintez edir, elə deyilmi? Demək ki, avtotrof qidalanır. Amma heterotrof qidalanması da var. Yəni, işıq olduqda avtotrof qidalanır, qaranlıq mühitdə isə heterotrof. Məsələn, testlərdə görəcəksiniz, Volvox koloniyasının rəngi dəyişirsə, digər nümayəndəsindən söhbət edirəm və yaxud bundan. Xlorofil sintezi dayananda rəngi də dəyişəcək və dedik ki, qidalanması bunun miksotrofdur. Həm avtotrof, həm heterotrof yolla qidalanır. Tənəffüsü, dediyim kimi, tənəffüs orqanı yoxdur. Bütün bədən səthi ilə tənəffüs edir. İfrazat vakuolu vasitəsilədir. Çoxalması uzunluğa istiqamətdə, diqqət, uzunluğa istiqamətdə ikiyə bölünmə vasitəsilə gedir və əvvəlcə qamçısı ikiləşir. Bunun uzunluğa bölündüyünü necə yadınızda saxlayın? Qamçıdan. Fikirləşin ki, qamçı ortadan bölünməlidir də, iki yerə ikiləşməlidir, sonra iki yerə bölünməlidir. Demək, bu uzunluğa istiqamətdə bölünəcək. Bunun da digər bir hüceyrələr kimi sistalaşma xüsusiyyəti var. Qamçısını itirir, qoruyucu örtük yaranır və sista mərhələsinə keçir. Qıcıqlanması var, qidaya doğru hərəkət edə bilir. Digərlər kimi və yaxud fototaksis, yəni işığa qarşı qıcıq qabiliyyəti var. İndi isə Volvox haqqında danışaq. Belə deyək, Volvox yaşıl bir kürəcik şəklindədir.
Kürəciyin əsas hissəsini isə həlməşik bir maddə təşkil edir. İçərisində də çoxlu Volvox hüceyrələri, 1000-ə qədər, deyəcəyik ki, koloniyada 1000-ə qədər hüceyrə var, sayı 1000 ədəd. Nə formadadırlar? Armudvaridilər, bir-birləri ilə sitoplazma çıxıntıları vasitəsilə birləşiblər. İndi hər bir Volvox hüceyrəsi haqqında danışaq. Bir dənə qırmızı gözcüyü var. Bir dənə nüvəsi var, bir dənə ifrazat vakuolu var, bir dənə xromatoforu var, 2 dənə də qamçısı var. Qırmızı gözlük burada da dedik, nüvə burada da dedik, ifrazat vakuolu dedik. Yaşlı evliliyindən fərqlənmirlər. Yaşlı evliliyinlə Volvox bir-birindən fərqlənəcək xromatofor və qamçısının sayına görə. Baxın bura, yaşlı evliliyində neçə qamçı dedik? 1 ədəd. Volvoxda neçə dənə? 2 dənə. Yaşlı evliliyində neçə xromatofor? 20, 25. Bəs Volvoxda 1 xromatofor. Bu saylarındakı fərqi yadınızda saxlayarsınız. Çoxalması necədir? Koloniyanın daxilinə çökmüş hüceyrələr, iri hüceyrələr bölünürlər və yeni koloniya yarandıqdan sonra ana koloniya dağılır və qız koloniyalar mühitə çıxır. Bunlar arasındakı fərqi dedik və gəldik artıq infuzorlar tipi haqqında danışmağa. İnfuzorlar tipi, kirpikli infuzorlar sinfi, nümayəndəsi də infuzor tərlik. Şəkildən gördüyünüz kimi tərliyə bənzəyir həqiqətən quruluşundan. Buna görə də elə infuzor tərlik adlanır. Kirpikli infuzorlar sinfi deyirik. Baxın, bədən kirpiklərlə əhatə olunub, görə bilirsiniz bunu. İnfuzor tərlik yırtıcıdır. Bunun da bərk hüceyrə qılafı olduğuna görə sabit bir bədən forması var. Bədəni 10-15 minə yaxın kirpiklərlə əhatə olunub və bu digərlərindən fərqli olaraq, bunun 2 nüvəsi, 2 ifrazat vakuolu var. 2 nüvə, 2 ifrazat vakuolu. Görək buna şəkildə nüvələrini yaxşı göstərməsə də, baxın, ulduz şəkilli ifrazat vakuolları var. Burada görürsünüz, sayı 2 ədəddir. Nüvəsi də bir böyük nüvəsi var, bir kiçik nüvəsi var. Baxın, bunu göstərə bilərik. Böyük nüvəsi və yanında kiçik nüvəsi. Deməli, sonra qidanın daxil olması, nov şəkilli hüceyrəvi ağzı var, qida qalıqlarını atmaq üçün tullantı dəliyi var və həzm vakuolu var. Bunun dedik ki, 2 nüvəsi var, kiçik nüvə və böyük nüvə. Kiçik nüvə iştirak edir yalnız cinsi prosesdə, böyük nüvə isə iştirak edir bütün həyati proseslərdə. Sonra baxın bədən quruluşunda, bax bunlar dedik ki, vakuollardır. Böyük nüvəsi, yanında kiçik nüvəsi, ağız dəliyi, tullantı dəliyi, bədənində yaşıl gördükləriniz həzm vakuoludur. Bu belə. Sonra qidalanması necədir? Qida daxil olacaq nov şəkilli ağızdan, sonra keçəcək udulağa, bunu vurğuluyursunuz, testdə var. Gəldik sitoplazmada, həzm vakuolu vasitəsilə həzm prosesi getdi. Tullantı dəliyi vasitəsilə də bədəndən xaric etdi. Tənəffüsü bütün bədən səthi ilə, ifrazatı isə 2 ədəd ifrazat vakuolu vasitəsilə baş verir. Çoxalması necədir? İnfuzor tərlik həm qeyri-cinsi yolla çoxalacaq, həm cinsi yolla. İnfuzor tərlik həm qeyri-cinsi yolla çoxalacaq, həm də cinsi yolla. Qeyri-cinsi çoxalması 2-yə bölünmək vasitəsilədir. 24 saatdan bir eninə istiqamətdə bölünür. Yaşlı evliliyində nə dedim? Dedim ki, uzunluğa istiqamətdə bölünür. Bu isə eninə. Düsturumuz var, NT bərabərdir, N0 vurulsun 2 üstü N. Burada N0 infuzor tərliklərin başlanğıc sayını bildirir. N isə sutka sayını. Çünki dedik ki, 24 saatdan bir. Bu qeyri-cinsi çoxalmasıdır. Bu əlverişli şəraitdə baş verir. Əlverişli şəraitdə isə cinsi yolla çoxalır. Testdə soruşur. Məsələn, başlanğıc fərdlərin sayını deyir, bölünmə sayını deyir və deyir ki, cinsi proses nəticəsində neçə fərd yaranar? Heç nə qədər, 0 artmayacaq. Niyə? Çünki cinsi proses bunlarda fərd sayını artırmır, yalnızca həyatilik qabiliyyətinin artmasına xidmət edir. Təkrar eləyək, qeyri-cinsi çoxalması eninə istiqamətdə bölünməklə gedir, cinsi çoxalması isə fərd sayını artırmayacaq. İndi isə danışaq protozoozlar, yəni bir hüceyrələrin törətdiyi xəstəliklər haqqında.
Sarkodinlər sinfinin nümayəndəsi olan dizenteriya amöbü insanın yoğun bağırsağında yaşayır, parazit həyat tərzi keçirir. Amöbə nisbətən yalançı ayaqları daha qısadır və sista mərhələsində 4 nüvəsi olur. İnsana sista mərhələsində daxil olur, sista mərhələsində də xaric olur. Necə olur? Bunda sista dağılır. Nüvələr 2-yə bölünür. Nəticədə 8 nüvəli amöb yaranır. Həmin o 8 nüvəli amöbdən də 8 yeni amöb yaranacaq. Çoxalması bu şəkildədir və insanın yoğun bağırsağında xəstəlik törədəcəkdir. Belə, sonra Sonra danışacağıq tripanosom haqqında. Qançırlar sinfinin nümayəndəsidir. Keçiricisi sesem milçəyidir. Törədicisi tripanosomdur. Yəni daşıyıcı başqa, törədici başqa. Törədicini daşıyır, belə deyək. Yuxu xəstəliyini yaradır. Qan vasitəsilə insanın baş beyninə, onurğa beyninə daxil olaraq yuxu xəstəliyini yaradır. Leishmaniya haqqında danışsaq, bu xəstəliyin daşıyıcısı mığmığlardır. İl yarası, şərq yarası xəstəliyini yaradır, leishmanioz xəstəliyini yaradır. Bu üzdə çopurlar yaradır. Testdə soruşur, deyir ki, deyirsən, qanın depolandığı orqanda xəstəlik yaradır bu. Yəni, dəridə də, belə deyək, dəri qanımız üçün depodur axı. Liambiya haqqında danışsaq, diqqət edin, bax bu testdə düşür, 400 qamçısı var, sorucu diski var. Uşaqlarda olur, böyüklərin bağırsaq möhtəviyyatına tab gətirə bilmir. Nazik bağırsaqda xəstəlik törədir, yaşayır, yəni yoğun bağırsaqda sista mərhələsində olur. Sporlar tipinə aiddir, malyariya, paraziti və toksoplazma. Bunların hər ikisi parazitdir. Hər ikisinin çoxalması nəsil növbələşməsi vasitəsilə gedir. Malyariya parazitinin əsas sahibi 2 qanadlılardır. Anopheles cinsindən olan ağcaqanad, aralıq sahibi isə insandır. Çoxalması həm cinsi yolla gedir, həm qeyri-cinsi yolla gedir. Deməli, insan ağcaqanaddan söhbət eləsək, mədəsində cinsi yolla çoxalır, bədən boşluğunda qeyri-cinsi yolla. İnsanın qanında isə qeyri-cinsi yolla, şizogoniya ilə çoxalır. Necə olur? Baxın prosesə. Ağcaqanad insanı sancdı. Qana daxil oldu, qan vasitəsilə gəldi qaraciyərə. Burada eritrositlər çoxalır, şişir, partlaması nəticəsində sporozoidlər düşür insanın qan plazmasına və ağcaqanad insanı sancdıqda yenidən bir də ağcaqanada daxil olur, qızdırmalı bir xəstəlik törədir bu ümumiyyətlə insanda. Sporlar tipinin digər nümayəndəsi koksidikimlər sinfindən olan toksoplazma əsas sahibi pişik kimlər fəsiləsidir, aralıq sahibi insan və yaxud digər başqa istiqanlı heyvanlardır. Toksoplazmoz xəstəliyini törədirlər və bu xəstəlik olur hamilə qadınlar və immuniteti aşağı olan insanlarda. Və salam, bu biriciklərlər ibtidailər bölməsinin izahı idi. Sırayla digər bölmələrdə kanala yükləyəcəm. Ümid edirəm ki, faydalı olar. Faydalı oldusa bəyənməyi, dəstək məqsədi ilə rəy yazmağı və faydalı olacağını düşündüyünüz digər yoldaşlarınızla videonu bölüşə bilərsiniz. Sağ olun, salamat qalın.